Bir də ki, deyirlər ki, siz deyirsiniz ki, bəs qəbr olan yer namaz qılma olmaz. Deyirəm, o özünüz gedirsinizsə, Məscid-i Nəbəviyə, orada Peyğəmbər qəbri var, yanında Ömərin, yanında Bakır. Deyir, orada namaz qılırsınız. Deyir, onu deyir, olar deyir sizə. Amma deyir, biz gedir, deyir, Müslim Ağa'nın yanında namaz qılırdı qəbrin yanında və ya da ki, hansı deyir, Seyhdlərin qəbri. Müqayisə üçün. Qiyas elədi. Yəni, deyir ki, yəni, bu bizimki deyir, sayılmı olsun, sayılır deyir. Nasıl usul fikrinə əlaqəli məsələn. Yəni qısa belə cavab verim ki, bax məsələn bəzi şeylər var. Məsələn, misal deyim. Başa düşmək üçün, bunu başa düşsən, o da başa düşəcəksən yaxşı. Birincisi Peyğəmbər sallallahu alayhi və səlləmin bu cavab İbn Teymiyyə rəhməhullahın cavabıdır. Şeyx Albani də bunu kitablarının birində qeyd edir. Birincisi sən girmisən bir məscidə. Əsr namazından sonra və ya günəşin batmasına 20 dəqiqə, yarım saat qalıb. O kərahət vaxtı olan zamanda girmisən məscidə. Burada iki məsələ var. Bir, Allah Rasulü o vaxt namaz qılmaq qadağanlayıb. İkinci, əmirləyib ki, məscidə girdin 2 rükət namaz qılmamış oturma. Neyəcəksən? Burada həm əmir var, yəni belə deyək də, həm fəzilət var, həm də ki, qadağan. Və başqa bir misal deyim. Bundan da yaxşı misal. Məsələn, hacət namazı, istixara. Nəsə bir iş çıxıb. İstəyirsən 2 rükət namaz qılasan. Həmin işin də çıxma vaxtı, həmin dediyim kərahət vaxtıdır. Sən baxırsan ki, qadağana görə tərk eləsəm, vaxt getdi. Bu vaxtı qılmalıyam. Tutaq ki, 15 dəqiqədən sonra işə getsən. Həmin iş həll olunmalıdır, aleyhissalam. Həmin iş həll olunmalıdır 15 dəqiqəyə. Sən bu 15 dəqiqədə, bu yarım saat içərisində istixarən qılmalısan. Aydındır? Ona görə alimlər deyir ki, bu halda sən nə edəcəksən? İstixarən qılacaqsan, yoxsa qılmayacaqsan? İstixarən qılacaqsan. Baxma ki, qadağan var, istixarən qılırsan. Niyə görə? Çünki sən qılmasan, o fəzilətdən məhrum olursan. Və ya çox misallar var. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem məscidi. Misala indi yaxşı başa düşəcəksən. Birincisi, Peyğəmbər sallallahu aleyhi ve sellemin məscidini bir mövsümlə müqayisə eləmək olmaz. Peyğəmbər sallallahu aleyhi ve sellemin məscidi barədə olan fəzilət, hər hansı bir məscid barədə var. Yəni, Haram-ı Şərifi, Məkkəni çıxıram, Məscid-ül Aqsanı çıxıram, 3 məsciddir, hansı ki fəzilət gəlir. Deməli, burada fəzilət var. Bir də ki, qəbir olan məsciddə namazın qılınmasına dair qadağan var. Qadağan olsa da, fəzilət əldə itməsin deyənə qılırsan. Başa düşdün? Bu biraz geniş məsələdir. Fəzilət əldən itməsin deyənə qılırsan. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellemin məscidində olan fəzilət heç bir məsciddə yoxdur. Demək istədiyim nədir? O fəzilət Allah Rasulunun məscidini istisna edir. Və ya belə deyim. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yalnız 3 məscidi ziyarət üçün səfərə çıxa bilərsən. Bu hökm qiyamətəcən sabitdir ya yox. Qiyamətəcən sabit olduğuna görə aydındır, Allah Rasulunun məscidi bu hökmdən kənara çıxır. Bu bir cavab. İkinci cavab. O kifayətdir ya. Fəqət ola bilsin, bəzi adamlar var, elmi şeyi başa düşmür və qəbul etmək istəmir. İkinci cavab odur ki, və fəhmi çatmır ona. Əslində Peyğəmbər sallallahu aleyhi ve sellemin məscidi, qəbri, məscidin içində deyil, o mənada ki, məscidin qırağındadır. Yəni, məsələn, kim həcdə olub? Burada kim həcdə olub? Bilirsən, Allah Resulun, deməli, qəbrin qabağından keçən kimi çölə çıxırsan, çıxmırsan. Deməli, düz qıraqdadır. Və çərçivə içərisindədir. Yəni, məsciddən ayrıdır. Ona görə Şeyx Albani demişdi ki, hətta məsləhət vermişdi ki, hətta yaxşıdır ki, bir dənə də divarla ayrılsın. Təmiz. Yəni, hər bir halda ona deyən, o şübhəni, gök şübhədir, ortaya atan adam da bilir ki, heç bir məscid Allah Rasulunun məscidinə müqayisə edilmir. Və Allah Rasulü və heç kəs orada gedib qəbrin yanında namaz qılmır. O tam bağlı yerdədir və burada başqa bir cavab da var. Burada başqa bir şey də var. Qəbir məscidin içərisində olmuyor. Fəqət qəbir evin içərisində olur. Hələ ev indi də hələ evdir.
Fəqət məscid böyüyüb, o ev qalıb məscidin qırağında bir küncdə. O yenə də həmin evdir, Ayşənin evidir. Bu hara? Məsələn, Bibi Heybət. Tutaq ki, sən 3 dənə, 4 dənə qəbir, hətta onları lotqana gətirənləri də ora bastırıblar və məhz həmin qəbirlər üçün bir dənə məscid tikirsən, qəbirlər də düz ortada, o hara? Ağıl sahibini müqayisə edir. Hətta nə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem məscidi, hətta əhlüsünnənin fikrini deyirəm mən. Burada fərq var. Məsələn, bir məsciddir, məscid olaraq tikilib, qəbirsiz. Sonradan o məscidin içinə qəbir salınıb. O məsciddə namaz qılmaq haram deyil, amma məkruhdur. Xüsusən də başqa məscid ola. Amma bir də var, məscid olmayıb, qəbir olub. Sonradan məscidi tikiblərsə, o haramdır. Fikir ver, hətta Allah Resulünün məscidini qoydum qırağa, hətta adi 2 məscid. Səbəb, çünki o məscid ki, məscid olaraq tikilib, o məscidin təməli təqva üzərində qurulub. Sonradan kimsə gəlib qəbir salıbsa, o məscidi məscid hökmündən düşürməyib. Hökm əsl üzərindədir. Əsldə nədir? Məscid Allah üçün tikilib. Amma bir də var ki, qəbir bir beybətdəki kimi. Orada haramdır. Qəti, yəni əhlüsünnə fikrində qətiyyən haramdır. Qılınsa batildir və tövbə tələb edir. Çünki qəbir olub, qəbirin üzərində məscid tikilib. Məscid sırf qəbirlərə görə tikilib. Təməli ona görə atılır. Yəni, aydındır. Hətta Allah Rasulunun məscidini qoy qıraq, ha. Hətta adi 2 məscid arasında fərq var. Ona görə hökm əsl üzərində deyilir. Bu məscid hansı əsl üzərində tikilib? Niyyətlə. Çünki əməllər niyyətlərə görədir. Bu məscid hansı niyyətlə tikilib? Bu məscid hansı niyyətlə tikilib? Hətta əhlüsünnə burada fərq qoyur. Amma ki, o dəlil Kəhf surəsində, o dəlil onların öz əleyhlərinə dəlildir. Fəqət o ayə dəlildir ki, və ya onların o ayəni dəlil gətirmələri dəlildir ki, onlar necə acizdirlər. Necə acizdirlər təvhidin qarşısında və o ayəni onların dəlil gətirmələri onların halının ən gözəl şahididir. Məsələn, birincisi, qəbir, yəni o qəbirlər ki var idi, qəbirlər dağın üstündə idi, yoxsa mağaranın içində? Mağaranın içində idi. Onlar məscidi harada tikmək istəyirdilər? Üstündə. Heç əlaqəsi yoxdur bu bir. Amma tikmədilər də. Qulaq as. İkincisi, tikmək istəyənlər, orada 2 dəstə mübahisə edir. Tikmək istəyənlər kafirlər idi, yoxsa möminlər? Kafirlər idi, yoxsa möminlər? Aç Tabardinin təfsirini 2 dənə rəy gəlir. Bəzi təfsirçilər deyir ki, hətta sələfdən, sahabə və tabinlər, onlar kafirlər idi. Tikmək istəyənlər, qəbrə ibadət edən müşriklər idi. Sən onların əməlini dəlil gətirirsən. Üçüncüsü və ən gözəl rədd, onu tikmək istəyənlər müsəlmanlar idi, xristiyanlar. Xristiyanlar olub da. Başa düşmədim. Xristiyanların şəriəti sənin üçün dəlildir. Xristiyanın şəriəti sənin üçün dəlil ola bilər o zaman ki, sənin şəriətin onu təsdiqləsə. Sənin şəriətin gəlib o qadağanlayıb. Necə ki, Allah Resulü onsuz xəbər verir. Biz o ayə olmasa da, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib, Allah lənət eləsin yahudiləri və xristiyanlara ki, işlərində bir Peyğəmbər və bir salih öldü mü, üzərində nə tikərlər? Məscid. Ayəni xatırla. Ölən kimi nə tikərlər? Məscid. Və Allah Resulü nə dedi? Allahın lənəti üzərlərinə olsun. Sən Allahın lənəti üzərlərinə olan və lənətli bir əməl edən qövmün əməlini dəlil getirirsən. Kimlərdən? Xristiyanlardan. Haçandan İslam şəriəti üçün xristiyanın əməli dəlil. İxlasla.com saytı tərəfindən təqdim olundu.